Yaşar Qurbanov, səni Azərbaycanda adam yerinə saymadıqlarını biz bilirdik. Səni isə Gürcüstanda it yerinə sayılmadığını sən bilginən. Qaloş Yaşar, sən Azərbaycanda sayılan hörmətli insanlara iftira ataraq, böyükdən ataraq tanınan bir fitnəkarın yekəsisən. Sən bir daşı bir daşın üstünə qoymamışsan. Namuslu insanlara, hörmətli insanlara böyükdən iftira atırsan. Bunu hər kəs də yaxşı bilir. Sən əhl-i sünnənin gözündə bir kükə uşaqsan. Sənin nə haddinə sən Veysal Orucovu ağzına alırsan, ona böhtan atırsan. Biz Veysal Orucovun özünü də, ailəsini də, nəslini də, kökünü də çox yaxşı tanıyırıq. Sənin kimi satqınların, vətənini satanların, vətənində olan şərəfli insanlara böhtan atan kimsələr haddinə deyil. Sən Veysal Orucovu ağzına alasan, ona böhtan atasan. Veysal Orucov Gürcüstanda dövlət adamları da yaxşı tanıyırıq, sayğılı ağsaqqallar da yaxşı tanıyırıq və hörmətli insanlar da yaxşı tanıyırıq, din adam olaraq, dürüst insan olaraq. Veysal Orucov hariyə getsə də sülhü, əmin-amanlığı, dürüstlüyü yayan bir elm tələbəsidir. Və sənin dediyin, atdığın böhtanlar Veysal Orucova təsir edə bilməz. Çünki hər kəs onu da yaxşı tanıyır, sənin də kim olduğunu yaxşı tanıyır. Sənə çox sözlər demək istəyirəm, amma bunu deməyəcəm, sənin səviyyənə inməyəcəm. Yüce Allah'tan diləyirəm ki, bizim başçımızı, şeyximizi sənin kimi şərrilərin, fitnəkarların şərrindən, böhtandan qorusun. Əgər sənin dediklərin biz bilirik ki, yalandır. Yüce Allah'tan diləyirəm ki, bu şeyləri sənin özünə qaytarsın və səni zəlil rüsva eləsin, bütün dünya üzünə səni ibrətli bir şəkilə gətirsin. Amin.